Ayaqları deyirəm ki, test eləmişsən, deyir ki, yox. Deyirəm, ucu eləməmişsən, deyir ki, bezmişəm, eləmək istəmirəm. Ay başımızda gecikir. Axırıncı 16-8-ci. Lənkəranda ilk hamiləmiz. Sürpriz hamiləlik. Halbuki 6 sm miyomamız var, nə boydana. Onunla bərabər çox şükür hamiləliyimiz də var. Bəs niyə içəri biraz solmuş halda girmişsən? İnanmırsan, hələ çatmırsan. Çatmırsan, inan ki, qəşəkdir. Sonra ön divarda, prosta iki səfər baş salmışdım sənə, ağrılarım ola bilər, ay nə bilim, qarnın altında ağrıdır, belma. Yəni, bunları bilərəkdən gedir. İnşallah hamiləliyimizi sağ-salamat qutaraq. Kesilkada onu da götür, uşağı da götür, sonra miyomayı götürək. Nə yaxşı, sevindim bizim. Nasıl bir qədər? Ağlıma deyirlər ha. Səsələn olub neçə ildir, deyirəm ki 7 aydır. Düzə keçən səfər həkim buna əməliyyat dedi. Miyoma çox böyük miyomadır, çox da pis yerdədir. Onu görürəm, xəbər, qurban olma Allaha. Əsas o ki var, bir də indi yəni bilək ki ağrıyanda, bilək ki miyomadan. Miyoma görə ağrıyırıq, çünki ölçüsü böyükdür. Yəni Allah versin, qurbanım, qorusun, sağlıqçılıqdan. Ona belə olsun ki də indi